Mən məlumat aldım dərin yerdən. Təcili dedilər Qabil efirəçi xalqı qırğına verəcəklər. Çıxdım efirə. Məlumat belədir ki, 3 gün bundan qabaq Matviyenko ilə döyüş əmri göndəribdi və FSB nümayəndələri göndəribdi. Rusiya. Və deyilən vətənəm Amerika ilə anlaşma kimi etdilər. Bizim deportasiyamıza o da alınmadı. Sülhə qol çəkmək o da alınmadı. Baxın ha, İngilislər, gör biz necə önəmli adamlar yıxsa. İngilislər, birbaşa İngiltərə, Anglosaksonlar, Amerika, Amerikanın Xarici İşlər Naziri, birbaşa BMT yox deyib, olmaz. Sülhə imza atmaq qarşılığında belə bizi verməyiblər ha. Mən deyəndə ki, biz elə belə adamlar deyilik. Biz seçilmişlərdənik, inanmırsınız siz. Dəyərli vətənlərim, və İlham Əliyev 3 gündür barbar bağırır ki, kanalları hər 10 dəqiqədən bir çıxış eləyir ki, ermənilər oradan ateş açdı. Birbaşa Amerikanın Təhlükəsizlik Şurasının katibi zəng eləyib, Hikmət Hacıyev və digər dövlət nümayəndələrindən, bəlkə də İlhamın özündən danışıb, demirlər. Amma paylaşdı ki, Hikmət Həsənovdan danışıb. Dedilər ki, biz oraya elə aparaturalar yerləşdirmişik, elə cihazlar ki, onlar bir güllə belə atılanda aktivləşir, o necə radar şey qoyursa belə kamera, o hər dəqiqə çəkmir ki, orada bir quş uçanda, pişik keçəndə, adam keçəndə hərəkətlənmə olanda çəkir. Deyib ki, biz oraya elə cihazlar qoymuşuq ki, orada hər bir hərəkətlənməni aktivləşir, çəkir. Niyə yalan deyirsiniz? Siz müharibə başlatmaq istəyirsiniz. Ona görə yalandan deyirsiniz cəbhədə ateşkəs pozulub. Və dəyərli vətənlərim, üstəlik Avropa nümayəndə heyəti sərhəddədir. Üstəlik Paşinyan deyir ki, gəl İlham Əliyev özün ya da komissiyanı göndər, buradan baxaq görək, duraq burada sutkalarla, duraq görək ateşkəsi kim pozur. İlham Əliyev buna da yox dedi. Və indi nə edirlər bilirsinizmi? Rusiyanın FSB-sindən bizim xarici kəşfiyyat Orxan Sultanovun adamları hərbi əskərimiz qiyafətində, əskərimiz formasında gecə hansısa bir küşdən, dərədən erməni tərəfə keçəcəklər və bir hissəsi hücum edəcəklər, özümüzə hücum eləyəcəyik. Bir hissəsi erməni tərəfə keçib fırlanıb o yandan bəri gələcək, bir hissəsi də hücum edəcəyi istiqamətdə dal tərəfdə gizlənəcək. Deməli, kameralar çəkir axı Amerikanın. Özümüzün kameralarımızda çəkəcək axı. Həmən vaxtı Bayraktar da çəkəcək axı. Sputnik'də də çəkəcəklər. Deməli, oradan olar bir tağım, bir manga, nə qədərsə İlham Əliyevin FSB-si ilə, xarici kəşfiyyatı ilə bizim əskərin formasını geyinənlər erməni tərəfdən gələcəklər ata-ata, dang, ata-ata. Və onlar gəlib bizimkilər həyəcana keçəcək, sıraz qarşılıq verəcək, eləmi? Amma dalda da gizlənən bu qruplar o əskərləri daldan vurub öldürəcək. Sıraz ya yatdığı yerdə öldürəcək, ya da daldan vurub öldürəcək. Və dəyərli vətənlərim, bununla da savaşa zəmin yaradacaqlar. Zəngəzura girməyə zəmin yaradacaqlar. Bax, bizim ən azı 10-15 əskərimizi güllələdilər. Erməni bax, kamera bu, bax, göydən çəkildi, yerdən çəkildi. Ay Amerika, sənin hanı o aktivləşən cihazların? Göstərdi görək. Yəni, o tərəfdən bəri gələcəkdilər. Balalarımızı qıracaqdılar. Məni Bin Ladeni 4 maddə ilə, Usama Bin Ladeni 4 maddə ilə bu erməni teröristlər də yığıblar, minlərlə insanlarımızı öldürən erməni teröristləri. Melkunyan, Balkanyan, nə bilim, Vardanyan, Arayik, Marayik, hamısına 10, 12, 15 maddədən artıq maddə ilə cinayət işi qaldırmayıblar. Amma Qabilə 24 maddə ilə terrorda itham eləyən, cinayət işi qaldıran Qabilə bugün terörist deyən İlham Əliyev öz əskərlərimizi terrordan qırdıracaq. Dərhal mənə dedilər ki, bunu desən daha bunu eləməyəcəklər. Başqa variant eləyəcəklər. Dəyərli vətənlərim, dəqiq bilirəm bunu mən. Mənə gizli məlumatlar çatıbdır. İlham Əliyev
Zəngəzur istiqamətdə yerin altından tuneller qazıbdı. O tunel qazan adamları da mən tanıyıram, biriyle danışmışam. İlham Əliyev Zəngəzurun altından tuneller qazıbdı. Bəli, ermənilər də bizə tərəf qazıblar haçansa. Bəli. Değerli əmədələrim, indi nə edəcəklər bilirsinizmi? Ne var ki, o tunellerle keçəcəklər, tunellerle. Ay sağ ol, çiğinlərində götürəcəklər 82 minamyotu ya da arabayla çəkə-çəkə aparacaqlar 82 minamyotu. Tunelden çıxacaqlar, tunelden. Ya da Rusya orada Ermenistan'da ordusu var. Ermenistan'da ordunun da içinde, Ermeni ordusunun da içinde Rus'un ajanları var. Ermeniler orada minamyot təşkil edəcək, elə Erməni minamyotu. Gedəcəklər, tuneldən çıxacaqlar. Nəm hası meşədən, hası dərədən. Minamyotu qoyma deyib. 30-40 snariyat atacaqlar günün orta çağı, ya axşam vaxtı. Bax, bunu da çəkəcəklər. Göydən, oradan, buradan çəkəcəklər. Bax, ay Amerika, bax, hücuma keçdi. Minamyotlara bax. Yəni, Zəngəzura girməyə, zəmin yaratmaq üçün artıq mən bu piyada, bu qurduqları əməliyyatı mən açdım dedim deyə, indi ya minamyotla vuracaqlar, ya nə bilim bir təyyarə ilə, orada da zaten kəşfiyyatçılar var, bir təyyarə ilə hücum eləyəcəklər, hansısa bir variant eləyəcəklər Zəngəzura girməyə. Mən məlumatı, əsas qurduqları planı mən pozdum. Mən pozdum planı. Və salam. İndi növbəti bu plan pozuldusa, daha hansı plana əl atacaqlar? Bilmirəm. Ancaq onu bilirəm ki, Zəngəzur savaşına girmək yuxarıda iclaslarda daimi müzakirə olunub. İlham Əliyev ətrafında da. Və 90%, 99% bir söz deyilir. Bu savaşdan məğlub çıxacağıq. Bu savaşda 20 min civarında şəhid nəzərdə tutulub. Və bu savaşda Bakımızın, Gəncəmizin bombalanması nəzərdə tutulub. Çox sayılı 10 minlərlə insan dünyasını dəyişəcək. Və bütün dünya yeni düzene keçəcək bir vaxtda bütün dünya bizi vandal xalq kimi, işğalçı xalq kimi tanıyacaq. Bütün dünya bizi vəhşi kimi tanıyacaq. Zaten biz haqlı ikən haqsız duruma salınacağıq. Bu İlham Əliyevin son savaşı olacaq, bilirəm. İlham Əliyevin zaten bir neçə ay ömrü qalıbdır. Mən bunu bilirəm.